Bir zamanlar dünyada hansı telefonu istifadə etdiyini soruşulmur. Çünki hamının cavabı eyni idi: Nokia. Cibimizdə daş kimi duran, ekranı cızılmayan, bataryası bir həftə gedən o telefonlar. Snake oynamağımız, polifonik melodiyalar yükləməyimiz, gecə qaranlıqda Nokia ekran işığı ilə yolumuzu tapmağımız. Amma bu sadə telefonların arxasında nəhəng bir hekayə dayanır. Bir əsrdən çox davam edən ucalış, böyük səhvlər və sonunda ağır süqut. Bugün Tech Talk'un ilk bölümündə Nokia'nın əsl hekayəsindən danışıq. Hər şey əslində telefonla başlamamışdı. 1865-ci ildə Finlandiyanın meşəlik bölgəsində gənc mühəndis Frederick Idestam çayın kənarında bir kağız fabriki qurdu. Çayın adı Nokianvira idi və şirkət də adını buradan aldı. Bu şirkət kağızdan tutmuş elektrik kabellərinə, rezin çəkmələrə, hətta qaz maskalarına qədər hər şeyi istehsal edirdi. Nokia uzun illər ərzində səhv etmədi, çünki hələ telefon istehsalına başlamamışdı. 1960-cı illərdən etibarən Nokia elektrik avadanlıqları, yüksək tezlikli radio cihazlar, televiziya və hətta kompüter hissələri istehsal etməyə başladı. Bu onların tarixi üçün gizli bir dönüş nöqtəsi idi. Çünki məhz bu elektronika təcrübəsi gələcəkdə mobil rabitənin əsasını qoydu. 1980-ci illərdə Nokia artıq Skandinaviya ölkələrində rabitə avadanlıqları istehsal edirdi. Heç kim bilmirdi ki, gələcəkdə telefonlar üçün dünyanın kralı məhz bu şirkət olacaq. 1982-ci ildə Nokia Mobile Senator adlı avtomobil telefonunu buraxdı. Bu mobil rabitənin qapısını açdı. 1992-ci ildə isə tarix yazıldı. Nokia 1011, dünyanın ilk GSM telefonu. Bu telefon texnologiya tarixinin təməl daşlarından biri hesab olunur. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlləri Nokia 3210, antennasız dizayn, Nokia 3310, əfsanəvi dözümlülük, Nokia 1100, dünyanın ən çox satılan telefonu. Bu telefon 250 milyon satış əldə etmişdi. Ölkəmizdə rəsmi satış nöqtəsi Mobitel şirkəti idi, ancaq digər mağazalarda da satılırdı. Həmin dövrdə Nokia telefonları əldə etmisinizsə, yadınızdadırsa, içərisində telefonla bərabər bir çox aksesuarlar da gəlirdi. Təsəvvür edin, telefonun üzərində yaddaş kartı belə verilirdi. Mənim ilk telefonum Nokia 6233 olub, onun ardınca N73 markalı telefonu alıb istifadə eləmişəm. S40 və S60 seriyalı telefonları var idi. N73 S60 seriyasına aid idi və ardınca Nokia S500 və digər modellərindən istifadə eləmişəm. Hər modeldə olmasa da, əksər modellərində qutudan adapter, qulaqcıq, yaddaş kartı, bəzi premium modellərdə isə maşın üçün Bluetooth simsiz qulaqcıq belə çıxırdı. Təsəvvür edin, indiki dövrdə telefonun içərisindən yalnız USB kabel çıxır. Bu Nokia'nın həqiqətən də istifadəçiyə, alıcısına necə dəyər verdiyinin göstəricisi idi. Günümüzdə həvəskarlar tərəfindən Nokia'nın həmin modelləri, köhnə modelləri hələ də istifadə olunur. İstehsal tarixindən 15 və 20 il, bəlkə də çox keçməsinə baxmayaraq və həmin dövrdə istifadə olunmuş, bugünkü gündə ikinci əl hesab olunan Nokia modelləri günümüzdə də həvəskarlar tərəfindən istifadə olunur və bunlardan biri də mənəm. Mənim telefonum S24 Ultra'dır və mən ondan zəng üçün istifadə eləmirəm. Onun üzərində sadəcə bir internet nömrəsi var. İnternetə çıxışı, WhatsApp və digər sosial şəbəkələrə oradan daxil oluram, oradan istifadə edirəm. Ancaq adi zəng üçün Nokia 8800 Art modelindən istifadə edirəm. Bu modelin ümumi incələnməsi kanalımızda var və əfsanə Nokia modellərindən biri olan Nokia 6500 Slide telefonunun da kanalımızda videosu mövcuddur. Bəs Nokia'nı bu qədər xüsus edən nə idi? Batareya fantastik idi, çox dözümlü idi, sürətli idi, ucuz və minimalist idi. Gənclərə və böyüklərə eyni anda xitab edirdi və ən əsası etibarlı idi. Telefon əlindən düşürdü, heç bir problem yox. Yenə də işləməyə davam edirdi. Snake isə dünyanın ilk mobil
oyunu hesab olunur. Dilimizə ilan kimi tərcümə olunan Nokia-ya məxsus Snake oyunu bir növ dünyada ilk mobil oyun dəbi yaratdı. Dərsdə, avtobusda, məktəbdə, işdə, hər yerdə insanlar eyni oyunu oynayır. Beləliklə, Nokia təkcə bir telefon markası deyil, bir mədəniyyət. 2000-2007-ci illər arasında Nokia dünyanın ən güclü mobil şirkəti oldu. Bazar payı 40% idi. Dəyəri 110 milyard dollar idi. 1 milyarddan çox insan Nokia'dan istifadə edirdi. Bu, mobil tarixdə təkrarlanmaz bir rekord idi. Amma texnologiyanın bir qaydası var. Ən böyük olduğun an ən təhlükəli andır. İlk təhlükə əslində iPhone-la gəldi. 2007-ci ildə Apple şirkəti ilk iPhone-u təqdim etdi. Touchscreen, App Store və yeni dizayn. Mobil cihazın mahiyyəti dəyişdi. Amma Nokia rəhbərliyi bunu ciddiyə almadı. Onlar dedilər ki, insanlar barmaqları ilə ekranı idarə etmək istəməzlər. Smartfonlar çox bahadır. Düyməli telefonlar hər zaman dəbdə olacaq. Android-i rədd etmək isə ən böyük səhvlərindən biri oldu. 2008-ci ildə Google yeni Android sistemini təqdim edəndə ilk hədəf Nokia idi. Onlar Nokia ilə əməkdaşlıq etmək istəyirdilər. Nokia rəhbərliyi isə Android-ə ehtiyac olmadığını bildirdi və onların uzun müddət əsasən də Nokia'nın N seriyalarında qarşımıza çıxan Symbian əməliyyat sistemləri var idi və onlar buna güvənirdilər. Amma Symbian artıq köhnəlmişdi. Qısa müddət ərzində Samsung başda olmaqla HTC, LG və digər markalar da Android-ə keçdi. Bazar ələ keçirildi. Nokia isə geridə qaldı. Nokia'nın içində də böyük problemlər var idi. Rəhbərlik arasında fikir ayrılıqları, islahatların gecikməsi, dizayn və mühəndis komandasının fikir ayrılığı, qərarların gec verilməsi və son dövr hesab elədiyimiz Microsoft dövrü və Lumia'ya olan ümid. Bu 2011-ci ildən başlayır. Nokia son olaraq Microsoft'a ümidini bağladı. Symbian ləğv edildi və Windows Phone yaradıldı. Bu dövrdə əfsanə telefonlar yenə də var idi. Lumia 920, Lumia 1020, Lumia 1520. Bunlar həmin dövrdə güclü telefonlar hesab olunurdu. Ancaq tətbiq mağazası boş idi. Instagram, YouTube, oyunlar, sosial şəbəkələr ya gec gəlirdi, ya da telefona ümumiyyətcə bunlar gəlmirdi. İstifadəçilər yavaş-yavaş Nokia'dan soymağa başlayırdılar. Süqut 2013-cü ildə oldu. 2013-cü ildə Nokia mobil bölməsini Microsoft'a satdı. Bu texnologiya tarixində ən simvolik süqutlardan biri idi. Bir vaxtlar dünyanın lideri olan şirkət bir anda gerçəkdən düşdü. 2016-cı ildən etibarən Nokia yenidən cəhd etməyə başladı. Android ilə işləyən yeni Nokialar istehsal olundu. 3310-un yeni versiyası istehsal olundu. 5G şəbəkə avadanlıqlarının istehsalı davam etdirildi. Bu gün Nokia telefon bazarında kiçik, amma stabildir. 5G şəbəkə avadanlıqlarında dünyanın liderlərindəndir. Telefon infrastrukturunda ciddi rol oynayır. Nokia bir dövrü yaratsa da indi başqa sahədə yoluna davam edir. Nokia bizə nə öyrətdi? Nokia bizə əslində bir dərs verdi. Texnologiyada ən böyük olmaq kifayət deyil. Dəyişməsən yox olursan. İnnovasiyanı rədd etmək ölüm hökmünə bərabərdir. Bu gün Nokia bəlkə dünyanın ən çox istifadə olunan telefonu deyil, amma bir nəslin uşaqlığıdır, gənclik xatirəsidir və bu hekayə texnologiyada ucalış və süqutun ən möhtəşəm nümunəsidir. TechTalk'un ilk bölümünü izlədiniz. Kanalımıza abunə olun. Digər bölümlər yaxında kanalımızda onlayn olacaq.